Qəzza hadisələrində Fələstinə hökumət edən bu cinayətkar banda törətdiyi cinayətlərdə hədlərini aşdı. Həqiqətən də hədsizlik etdilər. Belə bir cinayət mənim yadıma gəlmir. Bilərəkdən əvvəlcədən hesablanmış şəkildə məzlum insanları, uşaqları, xəstələri, jurnalistləri, xəstəxanaları və təcili tibbi yardım maşınlarını vururlar. Həqiqətən də bu çox heyrətamiz bir haldır. Bunu etmək üçün dərin bir xəbisliyə malik olmaq lazımdır. Hansı ki, bu xəbis cinayətkar banda buna sahibdir. Zənnimcə artıq İslam dünyası bir qarşılıq verməlidir. Bir iş görməlidir. Həmahəng olaraq istər iqtisadi, istər siyasi və lazım gələrsə müştərək əməliyyat formasında qarşılıq verməlidir. İslam dünyası cəm şəklində bu barədə düşünməli və bir iş görməlidir. Əlbəttə, cinayətkarlar da ilahi qırmancın intizarında olmalıdırlar. Bu şəkildə zülmə rəvac verməyin şübhəsiz ağır ilahi cəzası olacaq. Əlbəttə, bu xalqın məsuliyyətin, bizim məsuliyyətimizi, dövlətlərin məsuliyyətini azaltmır. Allah öhdəsinə düşəni edəcək. Biz də gərək öz öhdəmizə düşəni edək.